Sirenya verirəm sənə. Numara bəllidir. General Mehdiyev deyib yol polisinin üstünə hücum çəkmək bu sistemin hüquqa olan real baxışıdır. Vəzifə rütbəsi ilə qanundan üstün olmağa çalışmaq güc deyil, öz peşəkar acizliyini təkəbbürlə gizlətmək rəzalətidir. Sadə vətəndaşa qarşı aslan kəsilən o yol polisləri bir generalın qışqırığı qarşısında necə də aciz qaldılar. Generalın yerində sadə bir vətəndaş olsaydı, onu çoxdan qandallayıb yerə yıxmışdılar. Sizin qanun qoruyuculuğunuz ancaq arxası olmayan vətəndaşa çatır. Çiyindəki rütbəni qanundan uca tutanların o kölgəli senarisi dürüst yanaşmada işıq kimi sönür. Özünü toxunulmaz sayan bu rəsmi kadrların yaratdığı süni heybət, vətəndaşın gözündə artıq heç bir mənəvi çəkiyə malik deyil. Sadə xalqı əzib, rütbəli və harın məmurların qarşısında əyilən o polislər də, özünü qanundan üstün sayan o ərköyün kadrlar da eyni dərəcədə günahkardır. Sizin bu ikiyüzlü nizamınız və kadr siyasətiniz artıq hər bir vətəndaşın gözü qarşısında bütün mənasını itirir.